Hər kəsə salam. Bu gün sizlər üçün kimyadan qarışıqlar və onların ayrılması üsulları haqqında danışacağıq. Əvvəlcə bilməliyik ki, qarışıqlar hansılardır? Qarışıqlar iki cür olur: eyni cinsli və müxtəlif cinsli. Eyni cinsli qarışıqların bir cinsli də və yaxud da ki, homogen də deyə bilirik. Müxtəlif cinsli isə sadəcə heterogen deyirik. Biz eyni cinsli ilə müxtəlif cinsli maddələri ayırmağı bacarmalıyıq. Eyni cinsliyə məsələn biz sadəcə neftin nümunə göstərə bilərik. Yəni çünki neftin tərkibində hansı maddələr, məsələn metan, etan, propan bu cür maddələr var. Lakin biz onları görmədiyimizə görə neftin özü biz üçün eyni cinsli maddədir. Sonra havanın özü biz üçün eyni cinsli maddədir. Çünki havanın tərkibində oksigen, azot və s. maddələr olsa da biz onları görə bilmirik. Ona görə sadəcə hava biz üçün eyni cinslidir. Müxtəlif cinsliyə isə məsələn neftin su ilə qarışığı desək, hə, onda bu biz üçün müxtəlif cinsli olar. Gəlin eyni cinsli haqqında desək, yəni bir cins dedikdə, məsələn tutaq ki, suyun tərkibinə nə qatarsak qataq, onu biz uzaqdan seçməməliyik. Əgər seçə bilməsək, deməli bu biz üçün eyni cinsli maddədir. Seçə bilsək isə müxtəlif cinsli maddədir. Burada nümunələrimizdən də görünür ki, su ilə şəkərin, məsələn, saxarozanın qarışığından şəkər saxarozla eyni şeydir. Məsələn, bunun qarışığından suyun tərkibinə şəkəri qatsaq, əriyər orada, biz orada heç nə görməliyik. Su ilə duz da həmçinin, su ilə spirt də həmçinin eyni şeydir. Amma su ilə yağ desək, məsələn, sudur, yağın sıxlığı az olduğuna görə üstə çıxar, su altda qalır. Su ilə qumdur, qum çökər, su ilə kükürdür, yəni eyni qayda ilə, su ilə təbaşırdır. Yəni bunların tərkibinə nə qatsaq görünər. Əvvəlcə indi biz burada eyni cinsli və müxtəlif cinslinin ayırma üsulları da var. Gəlin biz bu ayırma üsulları hansılardır baxaq. Eyni cinsli ayrılma üsulları. İndisi maddələrin də, yəni burada maddələr yazaq. Aha, indisli maddələrin ayrılma üsulları bunlardır. Buxarlanma. Bunların hər biri haqqında danışacağıq. Sonra kristallaşdırma. Distillə və xromatoqrafiya. Aha. Xromatoqrafiya əvvəlcə buxarlanmaya, məsələn, buxarlanma mayedə həll olan bərk maddələrin ayrılma üsulunu biz buxarlanmadan istifadə edirik. Yəni burada deyə bilərik ki, bərk plus maye haqqında və burada bu qaynama temperaturuna əsaslanır. Qaynama temperaturu. Məsələn, xörək duzu ilə duzu plus su. Məsələmdə xörək duzunun su. Biz əgər bunu qaynatsaq, buxarlandırsaq, orada su buxarlanar və tavada, məsələn, tavada və yaxud da qazanda biz onu qaynatsaq, görərik ki, ağ orada duz qalıb. Kristallaşdırmaya baxsaq, buxarlandırmadakı kimidir. Mayedə həll olan bərk maddələrin ayrılması üsuludur və bu zaman isə mayenin bütün hissəsi buxarlanır, qatı məhlul orada əmələ gəlir və bu da həll olma qabiliyyətinə əsaslanır. Buna isə şəkərlə suyu nümunə göstərə bilərik. Deməli, bu nəyə əsaslandı? Həll olma qabiliyyətinə görə əsaslandı. Buna şəkərlə suyu nümunə göstərə bilərik. Distillə isə bir-birində həll olan mayələrin ayrılması üsuludur. Biz burada distilləni spirtlə, burada da su var, spirtdə də su var. Distillə spirtlə su qarışığı məsələn. Buna aid eləyə bilərik. Məsələn, biz orada bu nəyə əsaslanır? Qaynama temperaturuna əsaslanır yenə bu. Məsələn, tutaq ki, bir-birində həll olan 2 dənə maye maddədir. Su ilə spirtdir də. Deməli, bu da qaynama temperaturu oldu. Spirt nə? Sudur. Spirt plus su. Biz spirtlə suyu qaynatsaq, belə deyək də, daha doğrusu qaynatsaq, spirt 78 dərəcə Selsidə qaynayır. Su isə 100 dərəcə Selsidə qaynayır. Deməli, spirt 78 dərəcə Selsidə qaynayıb buxarlansa, orada su qalacaq. Biz bunu belə ayırdıq. Xromatoqrafiya isə bir maddənin başqa maddə səthində sürətlə udulması və ayrılmasına deyilir. Məsələn, bunun da iki növü var. Adsorpsiya. Digərinə isə desorpsiya. Adsorpsiya udulma deməkdir. Desorpsiya isə ayrılma deməkdir. Məsələn, biz buna aktiv kömür deyə bilərik. Zəhərli qazlar olur. Buna ələk qazı
nümunə göstərə bilərik. Gəlin indi isə keçək. Deməli, bu eyni cinsli maddələrin ayrılma qarşılığı oldu. Gəlin isə keçək müxtəlif cinsliyə. Müxtəlif ayrılma üsulları. Aha. Müxtəlif cinsli maddələrin ayrılma üsullarına biz 3 dənəsinə aid edirik. Süzmə, buna filtrləmə də deyirik. Üçüncüsü durultma və ayrıcı qıv, durultma, qıv. Digərinə isə maqnitlə təsir etmə. Aha. Süzmə nədir? Mayedə həll olmayan bəş maddələrin ayrılmasıdır. Bunlar isə, yəni bu süzmədədir, yəni filtrləmədədir. Bir dəqiqə, filtrləmədir. Burada filtr kağızından istifadə olunurdu və bu da maddələrin həll olma qabiliyyətinə əsaslanır. Qabiliyyətinin müxtəlifliyinə əsaslanır. Məsələn, buz burada süzmə üsulu ilə qumla suyu, sonra məsələn dəmir tozu suyu, dəmir tozu plus sunu, sonra gillə suyu aid eləyə bilərik. Durultma və ayrıcı qıfda isə bir-birində həll olmayan maddələrin ayrılması üsuludur. Biz buna, yəni bu sıxlıqların fərqinə əsaslanır. Sıxlıqların müxtəlifliyinə əsaslanır. Biz buna neftlə suyu, yağla suyu, kerosinlə suya aid edirik. Maqnitlə təsir etmə isə 2 dənə bərk maddənin ayırmaq üçün istifadə edirik. Məsələn, burada dəmirlə kükürt tozunu. Dəmirlə kükürt tozunu qarışdırdıq. Maqnitlə təsir etsə, maqniti yaxınlaşdırsa, dəmir yapışacaq, orada kükürt tozu qalacaq. Sonra kobaltla qum qarışığı aid edə bilərik. Deməli, məlumatlarımız bu qədər.